Sizin kimi özel ruhların əhatəsində olduğum için özümü oldukça zengin, şanslı, güvende hissediyorum. Her biriniz çok sağ olun, var olun. Mələklər rezidensiyası düzdürmü? Belə, bəli. Mələklər rezidensiyası artıq burada gör nə qədər mələklər var və bayaqdan gəlirlər hələ də. Məhbubə xanım bizim ən dəyərli, ən sevdiyim tələbələrimizdən biri olur. Yalnız onların öz ruhlarını seçdiyi, onların öz ruhlarının qərar verdiyi yerdən yerə qədər onlar gəlirlər. Və Məhbubə xanım bir il bundan qabaq, elə o da qarlı günlərin biri idi. Məhbubə xanım Derem xanımdan gəlmişdi, təlimə gəlmişdi. O başlayan Məhbubə xanım çox sürətlə təlimləri keçdi. Hətta bizim noyabrda olan təlimimizi iyuna qədər çəkdi. Öz enerjisi ilə çəkdi. Və Məhbubə xanım belə bir Məhbubə xanımdır. Və gördüyünüz kimi də gözəl bir məkan yaradıbdır. Xeyirli uğurlu olsun. Məhbubə xanım bizim ən yaxşı öyrənən tələbələrimizdən biridir. Və təlimlər keçmişik. Saatından bir yolumuz olur. Çox şadam ki, Azərbaycanda belə bir alan açıldı. Büyümeye başlayır Azərbaycan, genişlənməyə başlayır. Dünyaya açılsın inşallah xeyirlisi ilə. Çox şadam, çox sevirəm Məhbubə xanımı və bura gələn hər bir insan əminəm ki, burada böyük bir şeylər gətirəcək. Təbrik edirəm. İnşallah ki, bu mərkəzdə bir çox ruhlara toxunub, onlara şəfa verəcəyik. Buna əminəm. Yolumuz həmişə işıqlı olsun. İkinci maşallah savadlıdır, ağıllıdır. Mən Məhbubəni tək işdə tanımıram. Biz ailə olaraq da bir-birimizi gözəl tanıyırıq, bilirik ki, dəyərləndiririk buna görə də. 1-2 il olar biz qabaq oturmuşduq. Məhbubə xanım mənə dedi ki, belə bir yer var, Leyla. Bəlkə sən də buna bir gedəsən, maraqlanasan. Mənim çox həvəsim var. Mən onda bildim ki, və bir də bir cümlə dedi. Mən nə istəmişəmsə olur. Mən onda bildim ki, bu bir işin dalınca mütləq gedəcək. Əvvəl-axır fırlanacaq, tapacaq və gedəcək, həll edəcək özü üçün. Çünki çox marağındaydı. Və onu elə gözəl mənə izah eləmə də qulaq asıram, görürəm ki, insanın həvəsi var, istəyi var buna. Doğrudan da başa düşərək eləyir, boş-boşuna eləmir. Belə baxanda Məhbubənin gözəl işi var, gücü var, dil bilməyi var. Yəni elə belə işləmir, amma onların hamısı bir yana Məhbubə konkret bu işlə məşğul olmaz. Və Allaha şükür ki, istədiyi gəldi bugünkü gündə gözəl bir yol seçib özü üçün, özəl bir yol seçib insanların beyninə, ruhuna, içinə, huzuruna xidmət edəcək bir işdir. Ona görə bu fərqliliyi ilə, fərdiliyi ilə gəlin Məhbubə xanımı hamımız təbrik edək. Ona bu yolda böyük uğurlar arzulayaq. Çok güzel ürəyi var. Ona göre belə gözəl bir yer yarada bilir. Mən ona uğurlar arzu edirəm. İstəyirəm xeyirli olsun. Çox istəyirəm. Çox dəyərli insandır mənim üçün. Həmişə deyir ki, mənim xəyalıma nə gəlirsə o həmişə reallaşır. Doğrudan həmişə olur. Nəsə danışır da o reallaşır. Nəsə danışır o reallaşır. O da onun ürəyin təmizliyindən irəli gəlir. Məhbəyə bol-bol uğurlar arzu edirəm. Hər kiçik detaldan tutmuş, ümumiyyətlə buranın brendingindən tutmuş, Hatəm bəy başda olmaqla Fərdə xanımın həyat yoldaşı Element şirkətinə təşəkkür edirəm. Hər bir işimizi çox belə yaxından bizə dəstək oldular. Yəni hamının müəyyən qədər hər bir kəsin rolu var. Hamısına minnətdarım.